اللهم صل على محمد وآل محمد. Bismillahirrahmanirrahim. Alimin ölməsi, aləmin ölməsi deməkdir. Bu məzmunda bir çox rəvayət və hədislər gəlibdir. Həzrəti Əmirul Müminin Əli əleyhissalam buyurur ki, İzə mətəl alim, əgər alim ölərsə, fulimə fil İslami fulmətun. İslamda elə bir dərin boşluq yaranar ki, la yasudduhə şey'un ilə yevmil qiyamə. Qiyamət gününə qədər onu heç bir şey doldura bilməz. Həmçinin Əbu Abdillah İmam Cəfər Sadiq əleyhissalam da buyurur ki, İzə mətəl mu'minul fəqih, əgər fəqih mümin dünyadan köçərsə, bir fəqihdir, həm də mümindir, o zaman fulimə fil İslam fulmətun. İslamda elə bir dərin boşluq yaranar ki, la yasudduhə şey'un. Onun yerini heç bir şey doldura bilməz. Bir sözlə, alimin ölməsi İslamda dərin bir yaraya bənzəyir ki, asanlıqla sağalmır. Bunu sadə bir nümunə ilə izah edə bilərik. Məsələn, bir kənddə hamı bir məsələ ilə bağlı çaşqınlıq içərisindədir. Bir-birlərlə mübahisə edirlər, düzgün qərar verə bilmirlər. Və orada bir alim var, həmin alim onlara doğru yolu göstərir, haqqı və batili çatdırır və nəticədə insanları sakitləşdirir. İndi düşünün ki, o alim artıq orada yoxdur, dünyadan köçüb. İnsanlar yenə də eyni problemlə üzləşiblər. Mübahisə yaranıb aralarında. Və heç biri düzgün qərar verə bilmir. Böyük bir ixtilaf baş verir. Bax, bu alimin ölməsi, aləmin ölməsidir hədisinin sadə bir nümunəsidir. Çünki alim öləndə onun istiqamət verən ağlı və nizamı sanki yox olur. Alimlərimiz insanlığın ən dəyərli hissəsidir. Gərək sağlığında qədri bilinsin. Amma təəssüflər olsun ki, alimlərin qədri, qiyməti, dəyəri onların dünyadan köçməsindən sonra daha yaxşı başa düşülür. Daha yaxşı hiss olunur. Necə ki, göydə parlayan ay yox olanda, onun nuru, gözəlliyi və faydası daha yaxşı hiss olunur, eynən alim də o cür nədir? İndi təsəvvür edin ki, əgər dünyadan köçən, ölən adi bir alim yox, bəlkə ilahi bir höccət, imamdır. O zaman bu itkinin böyüklüyü necə olar? Sanki günəşin batmasına bənzəyər. Bütün aləm bir anda qaranlığa qərq olar. Bütün insanlığı qaranlıq bürüyər. Bu cür halda ən təhlükəli nədir? İmamət yolunun unudulması. Ən təhlükəli şey bundan ibarətdir. İmamın yolunun unudulması. Məhz İmam Cəfər Sadiq əleyhissalam bu boşluğun necə doldurulacağını bizə öyrədir. Ki, İmam Cəfər Sadiq əleyhissalam Füzeyl bin Yəsara ki, sahabəsidir. Ona buyurur ki, ətəclisunə
və tətəhəddəsunə, sizlər məclislər qurursunuz və o məclislərdə bizim hədislərimizi söylüyorsunuz. Bu adi bir sual deyil. Ki elə imam adicə fəqət sadə bir sual verdi. Bu bir məsuliyyətdir. Ki İmam Cəfər Sadiq əleyhissalam bununla bildirir ki, imam zahirən əlçatmaz olanda onun yerini onun hədisləri, məktəbi doldurur. Və Füzeyl bin Yasar da İmam Sadiqə bəli yəbnə Rasulillah, bizlər məclislər təşkil edirik, sizin hədislərinizi danışırıq deyəndə İmam Sadiq əleyhissalam belə buyurdu. İnnə tilkəl məcalis uhibbuhə. Həqiqətən o məclisləri mən sevirəm. Fəəhyu əmrənə. Bizim əmrimizi diri tutun və ya bizim əmrimizə həyat verin və yaxud diri saxlayın, yaşadın. Əmirdən məqsəd, yəni bizim vilayətimizi, fəzilətlərimizi və müsibətlərimizi danışmaqla yaşatmış olun. Burada belə bir sual ortalığa çıxır. O sual da bundan ibarətdir ki, Əhl-i Beyt əmrinin, düşüncəsinin ölmə imkanı varmı ki, İmam Cəfər Sadiq əleyhissalam buyurur, fəəhyu əmrənə. Bizim əmrimizə həyat verin, diri saxlayın. Diriliyin müqabilində ölümdür. Məgər Əhl-i Beyt düşüncəsi ölmə imkanı varmı ki, İmam Sadiq buyurur ki, ona həyat verin. Axı, Allah-u Teala Qur'an-ı Kərimdə buyurur, yuridunə liyutfi'u nurəllah biəfvahihim. Onlar iradə edirlər, istəyirlər ki, öz ağızları ilə Allahın nurunu söndürsünlər. Vallahu mutimmu nurehu. Amma Allah öz nurunu tamamlayar, imkan verməz sönməyə. وَلَوْ كَرِهَا الْمُشْرِكُونَ. Baxmayaraq, müşriklərin xoşu gəlməsə də, acığı gəlsə də belə, Allah-u Teala öz nurunu tamamlayar. Yaxşı. Əhl-i Beytin nuru ilahi nurdur. Əhl-i Beyt əleyhimussalamın nuru Allahın nurudur, düzdürmü? Allahın nuru sönmədiyi kimi, deməli, Əhl-i Beytin də nuru nə sönməz, nə zavala uğramaz, nə də fənaya duçar olmaz, itməz. Belə olan halda, bəs nə üçün İmam Sadiq əleyhissalam buyurur, fəəhyu əmrənə. Bizim əmrimizə həyat verin, yaşadın. Madam ölmə təhlükəsi yoxdur, bu əmrin mənası nədir? Bu suala 3 yolla cavab verərik. Birincisi, hədisdə həyatdan məqsəd həqiqi həyatdır. Həqiqi dirilikdir. Və bunun müqabilində ölüm dayanır. Və ölümün də 2 dərəcəsi var. Biri fanilik mənasında olan ölümdür. İkincisi də etinasızlıq sayəsində olan ölümdür. Əhl-i Beyt əmri, Əhl-i Beyt yolu Allahın nuru olduğu üçün fanilik mənasında heç kəs onu öldürə bilməz. Allah Teala buyurur da, vallahu mutimmu nurehu. Mən öz nurumu tamamlayaram. Heç kim ona fənaya düçar edə bilməz. Əhl-i Beyt əmri ancaq etinasızlığa məruz qalmaqla ölə bilər. Necə ki, Əməvi xəlifələri, Abbasilər səy etdilər, çalışdılar, bir çox insanları
Əhl-i Beyt yoluna qarşı etinasız yanaşmağa nail oldular. Onların səyləri nəticəsində əksər insanlar bu yola etinasız oldular. Ona görə İmam Sadiq əleyhissalam buyurur ki, فَأَحْيُوا əmrəna, bizim əmrimizi, vilayətimizi, fəzilətimizi, müsibətlərimizi yaşadın. Qoymayın ki, etinasız yanaşsınlar. Heç vaxt vilayətimizi danışmaqda süslük etməyin. Heç vaxt fəzilətlərimizi və müsibətlərimizi danışmaqda tənbəllik etməyin. Səy edin, danışın ki, etinasızlıq baş verməsin. Yoxsa bu etinasızlığın sayəsində əksər insanlar aza bilər. Abbasi xəlifələri, Əməvi xəlifələri haqqı aradan apara bilmədilər. Yəni o Əhl-i Beyt nurunu fənaya uğrada bilmədilər. Onların etdikləri bu oldu ki, təbliğatları nəticəsində əksər insanları bu yoldan yayındırdılar. Bu bir. İkinci mənası vicdani həyatdır. Qəlblərin ölməməsi. İmam Sadiq əleyhissalam buyuranda ki, فَأَحْيُوا əmrəna, bizim əmrimizə həyat verin, yəni qəlblərinizə həyat verin. Qəlblərinizi diri saxlayın. Qoymayın qəlbləriniz ölsün. Axı qəlblərin də həyatı və ölümü var. Bəzi insanlarda qəlb diridir, bəzi insanlarda qəlb ölüdür. Məsələn, Allah-u Teala Quran-ı Kərimdə buyurur, فَإِنَّهَا لَا تَعْمَ الْأَبْصَارِ, həqiqətən gözlər kör olmaz. Lakin fis-sudur, sinələrdə olan qəlblər kör olar. Düzdür, bu ayə açıq şəkildə ölü qəlbə, ölmüş qəlbə toxunmur, amma güclü şəkildə işarə edir. Necə? Kör qəlb həqiqəti görmür, ölü qəlb həqiqətə reaksiya vermir. Bunların arasında bağlılıq var. Məsələn, bir nəfərə nə qədər haqqı deyirsən, nə düşünür, nə dəyişir, nə də təsirlənir. Heç biri yoxdur. Bu qəlbin işləməməsidir. Kimsə deyə bilməz, bu onun bilməməzliyindəndir. Əsla, bu onun qəlbinin işləməməsindəndir. Qəlbinin işləməməsi də haqqı görmədiyinə görədir. Kördür. Və bu haqqı görməməzlikdən haqqa reaksiya verməməzlik yaranır. Bu da ölmüş qəlb deməkdir. Ona görə İmam Sadiq əleyhissalam buyurur, فَأَحْيُوا əmrəna, bizim əmrimizə həyat verin, yəni qəlblərinizə həyat verin. Və bunu dəstəkləyən rəvayətin sonuncu hissəsidir ki, Həzrət buyurur, mən cələsə məclisən yuhyi fihi əmruna, kim o məclisdə əyləşsə ki, həmin məclisdə bizim əmrimiz danışılır, bizim yolumuz yaşadılır, ləm yamut qalbuhu, onun qəlbi ölməz, yevmə tamutul qulub, qəlblər ölən vaxt. Bunun özü də bir işarədir ki, əmrimizi yaşadığından məqsəd qəlblərinizi diri saxlayın deməkdir. Salavat zikr edin. Üçüncü cavab da deyərik ki, həyat verin sözündən məqsəd nə həqiqi həyatdır, nə az öncə dediyimiz vicdani həyatdır, bəlkə məcazi həyatdır, simvolik deyirlər. Məsələn, bir sultan bir məmləkətə gedəndə bayraqlar qaldırılır, ona sədaqət, vəfa, dəstək nümayiş etdirmək üçün insanlar şüarlar səsləyirlər, lövhələr asırlar. Bu nə deməkdir? Bu da bir növ həyatdır. Buna deyirlər simvolik və yaxud məcazi həyat. Yəni onun adını yaşatmaq üçündür bütün bunlar. İndi bu deyilənləri köçürsək mövzumuza, İmam Sadiq əleyhissalam ki buyurur, bizim əmrimizə həyat verin,
Yəni hər dövrdə o dövrə uyğun lazımi imkanlardan istifadə edin. Mediadan, informasiya məlumatlardan istifadə edərək vilayətimiz haqqında, fəzilətlərimiz haqqında, müsibətlərimiz barəsində danışın. Necə ki İmam Cəfər Sadiq əleyhissalamın özü də öz dövründə, dövrünə uyğun olaraq bu cür edirdi. Ki Muharrem ayı daxil olanda evində məclis təşkil edirdi, şairlər dəvət edirdi, həmin şairlər də şeirlər oxuyurdular və İmam Cəfər Sadiq əleyhissalam da hönkürtü ilə ağlayırdı. Allah-u Teala bizləri Əhl-i Beyt yolunu yaşadan, onların sözünü yayan və onların məclislərini diri tutan salih qullarından qərar versin.